Amma hal-hazırki görüntüdə həmin ağacların heç biri ərazidə yoxdur və çox maraqlıdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəyə görə bu məsələyə göz yumur və heç bir tədbir görülmür bu barədə. Biz bununla bağlı məsələni aidiyyatlı qurumlara sorğu vasitəsilə göndərəcəyik və bu ağacların kimlər tərəfindən kəsilməsi, bu çox illik, çox yaşlı ağacın kim tərəfindən kəsilməsi, kimin tərəfindən ağaclara belə qəsd edilməsi barədə yəqin ki, bizə qurumlar bir məlumat verər. Və görmüş olduğunuz, bax bu ərazidə də, binanın, yəni bax bu tikintinin yerləşdiyi ərazidə də bu cür həmişə yaşıl ağacı var idi. Yəni belə deyək, Rus ağacı deyirlər buna. Sidr ağacı var idi və həmin ağac da hal-hazırda kəsilib. Ağacı kim kəsib buradan? Bax, burada ağac var idi. Bax, bu ərazidə. Bax, burada ağac var idi. Niyə kəsmişsiniz ağacı? Bəli. Bizdə sübutlar var. Video görüntüləri göstərə bilərik sizə. Niyə məhv eləyirsiniz bu xalqın sərvətini niyə məhv eləyirsiniz? Hə?